Herkese salam kızlar, axşamınız xeyir olsun. Bugün ise size Azzadan bu cür fərqli şokoladlı meyvəli olan 6.90'a almışam. Choco Fruit gedir adı. Gəlin birlikdə yoxlayalım. İndi isə içinin dadına baxdığım üçün sizə yenidən səsləndirib sizə tərkibindən bəhs etmək istəyirəm. Moruq və qırmızı yaban mersini ilə ekstra tünd şokolad ilə örtülmüş, yumuşaq meyvə dadlı içliklə hazırlanıbdır. Süni dad verici yoxdur. Bilirəm ki, sual verəcəksiniz ki, meyvənin dadını hiss etmək olurmu? Təbii ki, süni dad verici və konservant rəngləndirici olmadığına görə sırf moruğun və qırmızı yaban mersinin dadını hiss etmək olurdu. Bu isə dediyim kimi qara qarağat və böyürtkən ilə idi. Bunda da qara qarağatın və böyürtkənin dadını hiss etmək olurdu. Eyni zamanda onu da qeyd edim ki, maraqlısı da odur ki, içliyində meyvələr bir yerdə cəmləşməyibdir. Yəni ki, birini götürürük, dişləyirik, görürük ki, moruqdur. Digərini götürürük, qırmızı yaban mersinidir. Yəni ki, bir şokoladın içində iki meyvəni birləşdirməyiblər. Bunu demək istəyirəm. Digərində də həmçinin yedikdə baxırıq ki, bu qarağatdır və digərini götürdükdə görürük ki, böyürtkəndir. Məhz ona görə də ayrı-ayrılıqda meyvələrin dadını rahat, tam olaraq hiss etmək olurdu. Qiymətini də dediyim kimi 6.90'a almışam. Yenidən alıb yeyərsinizmi desəniz, bəli, bu da favorilərim arasında oldu. Bu qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Rəy bölməsində fikirlərinizi yazmağı, videomu bəyənməyi unutmayın. Hələlik.